Rusiya və Ukraynada atəşkəs elan olundu. Today Press TV xəbər verir ki, Pravoslav Pasxa bayramı münasibəti ilə həm Rusiya, həm də Ukrayna rəhbərliyi cəbhə xəttində atəşkəs elan edib. Rusiya mətbuatının Kremlin məlumatına əsaslanan xəbərinə görə, Prezident Vladimir Putinin qərarı ilə 11 aprel Bakı vaxtı ilə saat 17:00-dan 12 aprel 2026-cı ilin günün sonuna qədər atəşkəs qüvvədə olacaq. Bəyanatda Moskvanın Ukrayna tərəfinin də eyni humanitar addımı atacağını gözlədiyi vurğulanıb. Putin Rusiya silahlı qüvvələrinə atəşkəs dövründə hücum əməliyyatlarını dayandırmağı, lakin mümkün təxribatlara cavab verməyə hazır olmağı tapşırıb. Eyni zamanda Ukrayna prezidenti Volodymyr Zelenski də aprelin 9-da etdiyi müraciətdə Pasxa bayramı ərəfəsində atəşkəs elan olunduğunu bildirib. O, Ukraynanın dəfələrlə humanitar təşəbbüslərə hazır olduğunu qeyd edərək, insanların təhlükəsiz şəkildə Pasxa bayramını qeyd etməsinin vacibliyini vurğulayıb. Stat: "Biz Pasxa münasibəti ilə atəşkəs təklif etdik və buna əməl edəcəyik. İnsanlara təhdidsiz Pasxa və sülhə doğru real addımlar lazımdır." Statın sonu. Beləliklə, hər iki ölkə Pasxa çərçivəsində döyüşlərin müvəqqəti dayandırılacağını açıqlayaraq, humanitar məqsədli atəşkəsə razılıqlarını ifadə ediblər.